Əziz izləyicilərim, bir dənə möhtəşəm villa tapmışam sizlərə. Dəyərindən aşağı qiymətə. Dəyərindən aşağı qiymətədir bu evin qiyməti. Tam mülkiyyət, kupça, ipotekaya yararlı, 2 mərtəbə, 5 otaq, sənəd kupça. Evin arxasında da həyət var, qarşıda da həyət var, mərtəbə arası beton monolit, qoşadaş həyətdə ağacları, sağına soluna keçmək üçün yer, iri bir dənə darvazası, bax göstər. Deməli, əzizləyicilərim, Xırdalan şəhəri Milyonçular məhəlləsi 2-də yerləşir bu. Evimizin fasad görünüşü budur. Göstər Orxan. Bir dənə qəşəng fasadın görünüşü var. Ətrafına, sağına, soluna keçmək üçün yer. Dediyim kimi, ağacların göstərin. Zeytun bir dəqiq sənin neçədir? Qiyməti yoxdur zeytun. Amma həyətdə qəşəng bir dənə zeytun ağacı var ki, bar verir. Son bir ev. Son bir dənə bu evdən qalıb. Daxil oluruq evin daxilinə. Təbii ki, bu boyda evin kürsüsü olmaz. Və nəzərinizə çatdıram ki, bunun yeri də beton monolitdir, orta da beton monolitdir və kəmər, kürsü hamısı da mövcuddur. Hamam sanuzeli 2 dənədir, yerlər üstü döşəmədir. Burada yerləşir evin 1-ci mərtəbədə hamam sanuzeli. Bizdən çox bu proyektdən istəyirdilər ki, aşağıda köməkçi otaq olsun. Aşağıda bir dənə köməkçi otağımız göstər. Bax, o pəncərədən də göstər Orxan. Yəni pəncərədən evin arxasını göstər. Görsünüz, geniş, səliqəli. İndi isə 1-ci mərtəbədə olan geniş bir dənə zal, pəncərələr böyük pəncərə qoyulub ki, ev qəşəng işıqlı görsənsin. Mətbəx hissəsi açılıb bağlanır bu. Geniş bir dənə mətbəx, qəşəng səliqəli. Mətbəxdən evin arxa hissəsini keçmək üçün yerdir. Və nəzərinizə çatdırım ki, bu evdə, baxın, ümumi yerlər isti döşəmədir və pilləkənləri da isti döşəmədir. Beton monolitdir. İndi isə Orxan, sürətlə getdi 2-ci mərtəbəyə. Evin 2-ci mərtəbəsində gördüyünüz kimi qalxdıq. Burada boş ərazisi var. Deməli, burada bir dənə, bax, qonaq otağı kimi istifadə edə biləcəyim bir dənə otaq var. Görsən nə qəşəng işıqlıdır. Çox qəşəngdən, səliqəli. Həyətini də buradan göstərə bilərsən. 2.5 sotun üstündə yerləşir. Sənəd tam paket kupça. Burada yerləşir evin digər otağı. Bu otağın pəncərəsi evin gördüyü həyətinə doğru baxır. Heç kimin evinə, həyətinə baxmır. Burada yerləşir digər yataq otağı. Görürsünüz, qəşəng səliqəli. Yola bax bir dənə buradan. Dost mərkəzi, Abşeron Gənclər şəhərci, Bakı-Sumqayıt yolu. Hər şey evin ətrafında birləşir. Burada da 2-ci mərtəbənin hamam sanuzeldir. Bu evdə radiator söhbəti yoxdur. 2-ci mərtəbədə, 1-ci mərtəbədə hər biri isti döşəmədir. Satış qiyməti 145.000 manat. Real alıcı ilə də qiymətlə danışıb razılaşmaq olunacaq. Dövlət ipotekasında tam olaraq yararlıdır. Qardaşınız qulluğunuzdadır, nə lazım oldu, yığın, gəlin, baxın, sağ ol.